Unutqanlıq, fikirli olmaq, yaddaş pozğunluğu hər birimizə tanış olan şikayətlərdir. Vacib bir əşyanı evdə unudub çıxmaq, təzə tanış olduğumuz insanların adlarını xatırlamamaq normalda hər birimizin başına gəlir. Lakin bu bir yerə qədər normal qəbul edilə bilər. Yaddaş pozğunluğu əvvəl az sezilən olur, lakin zamanla proqressivləşir. Hər unutqanlığı, yaddaş pozğunluğunu da ciddi bir xəstəliyin, ciddi bir problemin əlaməti kimi dəyərləndirmək olmaz. Lakin bu əlamətlər iş həyatında, təhsildə, davranışda, ünsiyyətdə maneçilik törədirsə, artıq bu ciddiyyətdən xəbər verir. Əlamətlərin nə qədər ciddi olub-olmadığını, zərərli olub-olmadığını yalnız və yalnız həkim təyin edə bilər. Bəzi insanlar öz başına dərmanlar qəbul edir. Bu yol verilməzdir. Öz başına diaqnoz qoymaq, həkim təyinatı olmadan qəbul edilən dərmanlar əlamətləri daha da pisləşdirə bilər. Yaddaş pozğunluğuna səbəb olan nələrdir? Əsas səbəblər son zamanlar davamlı informasiya qəbulu, telefon istifadəsinin çoxalması, xüsusən gənclər arasında telefon asıllığının yaranması, insanlar arasında ünsiyyətin olmaması, xroniki stres, yuxunun olmaması, düzgün qidalanmamaq, vitamin çatmamazlığı, xüsusən B12 fol çatmamazlığı, bəzi xəstəliklərin, endokrin xəstəliklərin, damar xəstəliklərinin, keçirilmiş infeksion xəstəliklərdən sonra təbii qocalıq və s. Əlamətlər təzə başlayan zaman vaxtında həkimə müraciət olunarsa, düzgün təyin olunmuş müalicə nəticəsində müsbət nəticə əldə etmək mümkündür.